Goranboyda ağır yol qəzası baş verib. Hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Məlumata görə qadın sürücünün idarə elədiyi avtomobil yoldan çıxaraq daş hasara çırpılıb. Hadisə zamanı sürücü ilə bərabər avtomobildə sərnişin olan qadınlar da xəsarət alaraq xəstəxanaya çatdırılıb. 9 oktyabr 2025-ci il tarixində saat 18:30 radələrində Goranboy rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər qadın cinsi olmaqla Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlara bədəni müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsinin cərrahi şöbəsinə davam etdirilir. Vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir. Oktyabrın 9-u 2025-ci il tarixində saat 18:30 radələrində Goranboy rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər qadın Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsinin cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, idarəetmədən çıxaraq daş hasara çırpılan avtomobil deformasiyaya uğrayıb. Qəza zamanı zərbənin təsirindən hasarın bir hissəsi uçub. Faktla bağlı araşdırma aparılır. Rahim İbrahimoğlu, Ülviyə Orucova, Goranboy.